110'luq yolda 110-115 gedirəm, birdən yanımdan bir dənə maşın keçdi, ürəyim əsdi də, yəni sözüm onda yox, indi özü bilər nətər sürür, necə sürür uşaqlar. Baxın, gəlmişəm svitofora, görürəm ki, orada məni gözləyir həmən maşın, başa düşdü. Çox getdi, qabağa çıxdı, getdi yanımdan. Və mən bunu bilirdim. Nəyə görə bilirdim uşaqlar? Çünki təbiətin qanunları var, Matrixdə yaşayırıq və Matrixin öz qanunları var. Sən özünü öldürsün də Matrixin qanunlarına zidd gedə bilməyəcəksən. Onun qanunları ilə oturub durmaq olar, qanunların bilmək olar. Hansı ki, mənim səhifəm var, orada paylaşıram kitabları ödənişsiz bir şəkildə, hamısı açıq bir şəkildədir uşaqlar. Keçid alıb əlbəttə ki, oxumaq lazımdır mütləq və mütləq şəkildə. Sənin Matrixdən başın çıxmırsa dostum, sən bu həyatda yaşaya bilməyəcəksən. Matrixi bilmək lazımdır və Matrixə uyğun hərəkət eləmək lazımdır. Mən onu sənə göstərirəm, bildirirəm. Matrixi keç, oxu, gör nədir dostum. Ondan sonra sən də elənçinə bərk sürməyəcəksən. Çünki biləcəksən ki, mən Matrixdəyəmsə, yəni mən özümü öldürsəm də çərçivədən çölə çıxa bilmərəm. Ona görə də uşaqlar, izləmədə qalırıq və bizim yeni səhifəmi də izləyirik. Hansı ki, mən orada öz kitablarımı paylaşacağım və siz həmən kitablar üzrə seminarlar görəcəksiniz məndən uşaqlar. Oldu. Birinci isə paylaşılıb, keçid alırıq, abunə oluruq və oxuyuruq kitabı. Ondan sonra növbəti hissədə sizi gözləyəcəm uşaqlar. Oldu, hələlik.